Salam, hər vaxtınız xeyir olsun. Bugünkü pasiyentimiz Ayşən xanım bir neçə gün bundan qabaq bizə yaxınlaşmışdır. Bir çox problemləri var idi. Sümük ağrıları var idi, başda ağrılar, yüksək təzyiq, hətta qanda çirəzləşmə belə var idi. İndi Ayşən xanım öz dilindən eşitək ki, nələri istifadə etdi və necə oldu ki, bu problemdən qurtuldu. Buyurun Ayşən xanım. Siz dediniz bütün ağrılar məndə var idi, düz idi. Mən libid çayı aldım. Libid çayını bir litr sudan termosda dəmlədim, bir paketini. 30-40 dəqiqə dəm aldıqdan sonra istifadə etməyə başladım. Neçə günlər bundan istifadə edirəm. Bu mənim damarı təmizləyir. Xolesterin var idi mənim, yüksək səviyyədə xolesterin var idi. Xolesterini təmizlədi, sonra bağırsaqları təmizlədi. Hətta bu mənim təzyiqimdən bəri aşağı saldı, normal təzyiq oldu. Təzyiqdən, yüksək təzyiqim var idi. İnanın ki, o qədər əziyyət çəkirdim bu təzyiqdən. İndi şükür Allaha təzyiqim normadadır. Bir də mən beyin kalsiyumu yox. Bir də bundan istifadə edirəm. Beyin kalsiyumda beyində tıxacları, beyində laxta qanları, baş ağrılarını hamısına müsbət təsir göstərdi. Hələ də istifadə edirəm bundan. Bir də xalikan, bundan da istifadə edirmişəm, bəli. Xalikan da laxtalanmanı, başda olan ağrıları, sümük ağrılarını, bir sözlə bütün bədəndə nə qədər ağrı varsa hamısına müsbət təsir göstərir. Sağlam yaşamaq üçün tez məhsullarından alıb